Şəxsiyyət pozuntuları tam sağalırmı? Müalicə necə gedir? Ümumiyyətlə, bu haqda məlumat vermək istirdim. Şəxsiyyət pozuntuları ümumiyyətlə tamamilə sağalırmı? Xeyr. Psixoterapiya lazımdırmı? Bəli. Dərman müalicəsi bir yerə kimi emosional sabitliyi saxlamaq üçün önəmlidir. Nə qədər müddət davam edir? Çox uzun müddət davam edir. Məsələn, artıq şizoid şəxsiyyət pozuntusu varsa, narsistin, borderline, bir neçə şəxsiyyət pozuntusu bir yerdədirsə, ümumiyyətlə daha uzun müddət lazım olur ki, nə dəyişilir? Davranışı dəyişilir, həyat şəraiti dəyişilir, istənilən münasibətləri yoluna düşür və insan öz üzərində işlədikcə bəli, çox şey dəyişir, amma tamamilə sağalmaq baş verir. Çünki bu proses kiçik yaşlarından, 0 yaşından, ana bətninə düşdüyü gündən, uşağın ana ilə kontaktı zamanı, ətrafdakı insanlara uşaqdır, görmür, bilmir, yox. Hətta Rüşeyim ana bətnində belə ananın xarakteri, genetikası, ananın davranışları, hər şeyini, ananın hissləri, düşüncələrini belə ora genetik kod kimi yazır və artıq uşaq dünyaya gələndə artıq hazır bir formada gəlir. Düşünün ki, biz düşünürük ki, bu uşağın dünyaya gələn uşaqda hansı bir travma ola bilər və yaxud da ki, 1 yaşında, 2 yaşında uşaqda nə ola bilər? Biz o qədər ucuz düşünürük ki, ucuz deyim belə. Ucuz düşünürük ki, hər şeyi mənasızlaşdırırıq ki, dəyərsizləşdiririk. Çünki özümüzdə dəyər olanda, mən dəyərliyəm deyib başqasına əzmirəmsə, mən dəyərliyəm bir varlıq kimi, Allahın yaratdığı bir möcüzə kimi dəyərliyəmsə, başqasını əzmərəm, başqasını bir heçdən görmərəm, başqasını ona aid olan heç bir şey uğurlamaram, sahib olmaram və asan yaşamağı seçmərəm. Nə yolumdursa onu getməyi seçərəm. Terapiya müddətində nə baş verir? Məsələn, bir insan, bu şəxsiyyət pozuntuları olan insan, ümumiyyətlə insan terapiyaya gələn zaman demir ki, məndə şəxsiyyət pozuntusu var, hansı bir problem var, narsistdən, borderline-dan, və yaxud da şizoiddən, OKB-li şəxsiyyət. Ümumiyyətlə, həmin insan artıq deyir ki, mənim düşüncələrim susmur, davam edə bilmirəm, yaşaya bilmirəm, heç bir şey problem görmürəm, gülürəm, keçirəm, heç nə hiss etmirəm ətrafdakılara qarşı, heç nə duymuram, sadəcə pul xərcləyirəm, gedirəm, alıram, tükəndirəm, ona baxıram, bunu edir, mən də onu edirəm, kimdə nə varsa mən onu alıram, kim nə edirsə mən onu edirəm. Yəni, həyatım bu cür keçir, yəni özümlə məşğul deyirəm, özümə baxmıram. Baxmıram deyəndə insanlar necə başa düşür? Yəni, bəzənirəm, düzənirəm, geyirəm, keçirirəm və yaxud da kökəmsə arıqlamaq üçün bir diyetaya qaçıram. Filan kəs, filan qonşu, filan qohum, filan işlə məşğuldur, onu aldı, bunu aldı, yedi, keçdi və həyatım bu cür döngüdə davam edir. Deyəndə ki, özünlə nə işlə məşğulsan, özümə baxıram, saç çəkirəm, dırnaq qoyuram, nə bilim, pul qazanıram, kişi deyirsə, daha çox filan dostumdan üstün olum, biznesimi çoxaldıram və yaxud da biznesdən çox biznes qururam və bu insan daim aktiv haldadır ki, özümü dəyərsiz, depressiyada hiss etməyim, dayandımsa depressiyada olacam, dayandımsa bacarıqsızam, biznesi davam etmirəmsə, demək, mən işi bacarmıram, gedim imtihar edim, davam edə bilmirəm. Yəni, insan əsas mənanı kənarda qoyub, kənarda məna axtarırıq. Kənarda problemin həllini üçün, bastırmaq üçün addımlar atırıq. Məsələn, bu kursdan uğur qazanmadımsa, bacarmadımsa, növbəti bir kursa qaçım. O işi bacarmadımsa buna qaçım. Hal-hazırdakı ailə münasibətlərində problem var. İşə getsəm, pul qazansam yaxşı olacaq. Yox. Bütün problem əslində sənin özündədir. Sən buna yönəlsən, hansı şəxsiyyət pozuntuların var? İnsan demək, terapiyaya gələndə sən yoldaşı gəldi, sən getdin də nə oldu? Nə dəyişdi ki? Düşünün ki, bunu deyən insanın görün nə qədər şəxsiyyət pozuntusu var ki, bu qarşındakini alçatmaq, bir heç görmək çox asandır və bunda bir problem görmür. Görmürsə, düşünün ki, o insanla bir yerdə yaşamaq, o insanın sənə gizli şuraltı etdiyi manipulyasiya ilə həyatını davam etmək, sən özün-özünə etdiyin pislikdir. Bu halda normal boşanma olar ki, yəni sən artıq qəbul edirsən, sən mənə pislik et. Yoxsa əslində bir mənanı tez boşanmalar, məsəl üçün boşanmalardan danışıram, şəxsiyyət pozuntularında.
Mesela başkası görsün ki aileyik, ama aile içinde hem kadın kişiye xəyanət edir, hem kişi kadına xəyanət edir. Düşünün. Ətrafdaki insanlar bilməsin ki, biz aile deyilik. Çünkü başkasını sübut etməliyəm ki, mənim ailem var. Düzdürmü? Başkasının ailesinde problem axtarsan daha çok. Düşün, cəmiyyət bunun üzerinde fokuslanıb ve özüyle hiç kim məşğul değilse, hiç kim özüne baxmırsa, öz probleminle məşğul değilse, çünkü yani bu labirintin içinde fırlanırıq. Sonra ne baş verir? Yani bu tip aile olmayanda. Aile içinde ikinci, üçüncü bir aile birbirine xəyanət edir. Mesela ünsiyyətdə qurduğu. Mesela bu ailenin arvadı, diğer aile arvadı bir kontakt yaradırlar. Düşünün ki, sevgi bir kontakt yaradırlar. Ve bunu kimse görmür ki. Şöyle altı görür, düzdür mü? Sen onun yoldaşına xoşun gəlir, onun senin yoldaşına xoşun gəlir. Ve bu kontakt devam edir gizli şekilde. Düşünün ki, ne kadar böyle aileler var, ne kadar böyle münasibətlər var ve düşünür ki insan hiçbir problemi yoktur, psixoloji problemi yoktur. Fiziki probleme çevriləndə bu problemler. Düşünür ki, yani bu məntiqli oldu da, yemək yemədim, yaxud da ki, hansı yeməyi yedim, mədəm ağrıdı, problem yaran fizikidir. Aslında her şey enerji seviyesinde baş verir. Sen ruhunla dürüst olmadıkça, sen ruhunu, cismini problemden çıkartmadıkça, onu problemi görmədikçə, başqasını əzdikcə, narsistik şəxsiyyət pozuntularıyla fəxr etdikcə, başqasının üzünü üstün tutmaq, əzmək, bir heç görməyin davam etdikcə, sen hiçbir zaman ne kadar pulun olsun, ne kadar biznesin olsun, ne kadar özünü başkasına yaxşı ve yüksek formada təqdim etsən də, o enerji geri gəlir, səndən hesabatını alır. Başkasına, mesela yolda gedirsən, sen başkasının hakkına girirsin. Veyahut da bilmirsən o maşının içinde neler baş verir. Başkasının hakkında, ne bileyim, bu necə davranır, bu necə edir. Mesela bilmediğin bir şey hakkında düşünürsən ki bilirsən, bunun hakkına girirsən, düzdür mü? Sen düşünürsən ki bu sadece bir düşüncədə olur. Əslində ya şəxsiyyət bozuntuları da görsənmədiyinə görə insanlar alnına yazılmayıb da, mən bu şəxsiyyət bozuntum var, borderline, narsistiyəm, şizoidəm, düzdürmü? Biz düşünürük ki bunlar mənim beynimdə baş verir, sadece düşüncədir. Xeyr, düşüncələr bir enerjidir. O enerji ilə sənin alışverişin olur. Sen doğru bir pozitif bir enerjide düşünmürsənsə, başkalarına bilim etmediği bir şeyi yüklemek, bir şer yüklemek, hakkına girmek. Yani düşünme ki bu enerjiler geri gelip sana hesabat etmir. Necə ki düşünce bir hakkına girmektir. Bu niye belədir, o niye elədir, danışırsan, düzdürmü? O enerji fırlanır, geriden gelir sana. Cisminde bir problem. Sen maddi insansın, düzdürmü? Maddi gözle görülen kimi bilirsən ki xəstəlik var, dərman içdin, sağaldın. Yok. Sen dərman içdin, sağalmırsansa yenə də bir başka həkimə də gedirsənsə, sen ne kadar həkimə getsən də sağalmayacaqsın. Çünkü enerji dərmandan üstündür. Kimyevi bir prosestir dərman, ama enerji kimyevi değil, təbii bir prosestir. Ondan üstün olabilmez. Mesela pul maddiyattır, gözden görsənir, düzdür mü? Ama enerji görsənmir. Gözden görsənməyən daha yüksektir. Nəyin ki? Biz maddini, pulu mesela için hesabladım, 10 dənə əlimdə 10 manat var, düzdür? Pul var əlimdə. Düşünürəm ki bu pul məni, yani sabah kimi və yaxud da ki bir ay mənim bütün xərclərimi dolandıracaq. Amma sən baxırsan ki bir gündə xərclərdən qurtardın pulu. Çünkü o pulun bereketi ona göre yoktu ki sen doğru dürüst enerji de onu ne kazanmamışsan, ne hakka girerek etmişsen, ne de bir hesabatın var öğrenmesi. Şəxsiyyət bozuntuları olan insanlar üzerinde ne kadar işlemeseler, 100 tane biznes kur, 100 tane pul kazanmak ister, 100 tane özünden kaçışır, başkalarında problem gör, başkalarını değersizleştir, başkalarının bir hiç gör. Sen yenə də bir yere gelip çıkabilmeyeceksin. Ona göre üzerinde işleyerek sen hayatını değişirler. Bir müddətdə değişilen hayat yeniden sıfırlanır. Eğer senin değilse.